Əzləyicilərimiz, Hicaz Mərasim evində işimiz qutardı. İndi biz biraz istəyirik ət duzlayaq. Ətlərimizi bu cür açmışıq arasını. Yəni lay sal əti götürürük, biraz da arasını açırıq balıq qarnı açan kimi. Elə eynən balıq kimi duzlayacağıq. Balığı duza qoyanlar bilir bunu, dolma balıq bişirənlər. Biz də bu cür eləyirik ki, dolma balıq dadında ətimizin bu cür dolduracağıq içərisini ki, göstərəcəm onu sizlərə paylaşacağım. İndi hələ ki duza qoyuruq. Ətlərin arasına biraz ciziklər atdıq ki, duz yaxşı keçsin ətə. Yavaş-yavaş soyuqlar düşdü. Bu cür yeməklərin də dadı biraz keçilməz olur. Ətimizi o qədər duz tökürük ki, ta o duz bağlasın onu. Çünki onu xarab olmağa qoymur. Bir də aç, kifayət. Kifayət xoşlayır, az-az töksün ki, canına tam yiyilsin. Mən də birdən tökməyi xoşladığım üçün kimsin arasında qalır. Yəni bunu bu cür eləyirik. 3 gündən demək olar ki, tam ət öz suyunu buraxacaq. Eynən duzlu balıqda olduğu kimi gözəl bir ətiri gələn bir ət olacaq ki, onu da biz qarnına elə dolma balıqda doldurduğumuz kimi ya nar soğanla ya da pomidor belə soğanla eləyəcək, dolduracaq. Bizi belə bir qazana qoyuruq. 3 gün ərzində ətimiz çox gözəl duzu çəkəcək canından. Sonra onu soyuq suya qoyacaq bir neçə saat ki, həmən duzlar getsin. Duzladığımız əti 200 saatlığına suya qoyuruq ki, tamam suyu geçsin. Gözü nə gözəl də şəffaf rəngi alır. Hardasa üstündən bir 10-15 gün keçib, indi biz onu pişirəcəyik. 3 saat keçdi, indi biz əti götürüb qoyuruq suyu çəkilməyə. Ona kimi soğanımız var, bir də pomidor, bunları pişirəcəyik. Soğanımız çox da qovrulmur, iri-iri doğradığımız pomidorları tökürük üzərinə. Qapağı açıq olduğu üçün pomidorlar yaxşı qızarır. Bağlamayın qapağını ki, pomidor su salması yaxşı qızarsın. İçərisindən çox adaba vurmuruq, ancaq istiyor, bir də nayla vururuq. Duz da vurmuruq. Duz ona görə vurmuruq ki, ətimiz duzludur. Çünki duz da vursaq, o duzlu olacaq. Belə daha yaxşı dadlı olur. Burada əncir yarpağımız var. Əncir yarpağında xeyirlərini bilirsiniz. Kifayət qoy, öyle saplada qalsın, çox xeyri var. Yəni onun vitamini hamısı yeməyimizə keçəcək. Əncir yarpaqlarını zürriyatdan çox dadlı olur. Bir dəfə pişirsəz görəcəksiniz bunun dadını. Burada da nar turşusu qoymuşam, ətimizin aralarını çəkmək üçün. Duxovkada hardasa 1 saat 170-180 dərəcədə qoya bilərsiniz pişməyə. Ət onsuz da ki, duzunda pişib, bunu belə çiğ-çiğ də yeyirlər. Amma biz belə xoşlayırıq, bizim anamızdan gəlib də balıq dolması. Mən də bunu ətlə elədim, görüm necə ki olacaq. Ətlə də çox dadlı olur. Ona görə dadı xoşuma gəldi, sizlə paylaşıram bunu da.